Türkçə əski kitablar proqramının 289-cu nömrə xətt-tirə 2-ci bölümün başlayıram. Çünki birinci bölüm bugün bizim vaxtından sabah başlamışdıq, amma bir telefon gəlməyə məcbur oldum, getdim. Onun üçün indi o kitabı oxuyaq deyə təzədən vaxt elədim, qeyd və onun ikinci qoyuruq. Əslində bir gündür də, yəni hələ görək ki, nə olacaq. Kitabımızı açmışdıq, görək ki, əcəba o kitabı bizə verir, yoxsa vermir. Versə yaxşı olar, verməsə də ki, təzədən açarıq. Elə bir verdi inşallah. Mütəvəqqə biraz bu şeylər, nəsihətnamə dünənkidir. Tamam, bu iki kitabı biz açdıq, görək ki, Mənaqib Dərviş Xaki. O birinci bölümdə bunun üstündə biraz danışdıq. Buranı oxurduq ki, telefon zəngi gəldi və durduq, getdik. Uzun bir yazıdır. Burada zahirən kitabı xülasə eləyiblər. Biraz da xətti fərqlidir. Onun üçün bir yazıda oxuduq buradan. Bu Dərviş Xaki əslində Dədə Dərviş deyə bunun adı şeydir. Dədə Dərviş Xaki deyə adı var. Dünyanı dolanıb gedibdir və məşhur bir adammış vaxtında. Sultanlar filanlar bu adamı qəbul edirmişlər. Dərbarda bundan fayda alırmışlar. Gedək görək ki, kitabın özündə nə yazıbdır. Kitabın özünə bir baxaq. Amma yadımda deyil ki, bu adam özünə görə də bir şey yazmışdı ya yazmamışdı. Biz hər halda baxaq görək ki, kitabı dediyim kimi baxmışıq, birincində bir təzhibi vardı, nəqqaşiləri vardı. Mən görmürəm burada üstdə Bismillah da olsa bu yazının içində. Əlbəttə biraz rəngi görsənir, şey fərqli, içində rəhlər fərqlidir. Bəlkə yazılar olardı, amma burada bu əksidə ki, salıblar və bu zaviyyədən açıdan ki, mən baxıram bu nəqqaşiyə, o görsənmir, oxunmur həddəqəl. Ən azından. Gedək görək kitabın özü nədir? Bismillahirrahmanirrahim kitaba girir. Hamdullah ol xudayi bir kəmal verdi aləm xəlqinə rüzqu nəval nemətinə şöylə qərq oldu cahan rəqsə girdi şoq ilə nöh asman yox ikən var etdi cümlə aləmi cövhəri pakizə qıldı adəmi fail oldur qeyri çıxdı aradan fail oldur, fail o adam ki iş görür, yaradıcı fail oldur qeyri çıxdı aradan cövhəri izhar etdi sənci xarədən izhar burada yəni çıxartmaq, zuhur elətdirmək cövhəri izhar etdi sənci xarədən dəsti qudrət birlə tutdi ol xuda tutdi dəsti qudrət birlə bərabər ba burada ba mənasıdır qətri yəni farsca ba deyirik onu dəsti qudrət birlə tutdi ol xuda bu toqquz qat asmani bər hava ya bir hava ehtimalən bər hava olacaq yəni göydə آبه آتش verdi ol یزدان پاک آبه suya آتش verdi o یزدان پاک imtizaz üzrə olub bad ilə xaç imtizaz qarışmaq bir-birində su ilə məsələn torpağı qatışdırırıq ha palçıq olur buna imtizaz deyirlər imtizaz üzrə olub bad ilə xaç barəkəllah o həkimi kainat ol dedi həb zahir oldu mümkünat ol dedi ol Quranda ayə var ki və iradə iza əradə şeyən yəqulu kun fəyəkun onu deyir ki ol dedi həb zahir oldu həb hər şey həb zahir oldu mümkünat nə deməkdir? İslami və fəlsəfədə və İslami fəlsəfədə, yəni din içindəki fəlsəfə orada mümkünat yəni deməkdir. Hər o şeylər ki yaranmaq imkanı var ona deyirlər mümkünat. Qarə taşdan xəlq edər yaqut tər ya
yaquttar. Qara daşdan, qarə taşdan, taş həman t, d. Azərbaycanda d deyirik, bəzi yerdə t deyirlər. Qara taşdan xəlq edər yaquttar, çıxarar xaç siyahdan simüzər. Çıxarar xaç siyahdan simüzər. Qəlb-i nasi nur ilə məsrur edər. Dəm olur nari sərasər nur edər. İndi burada bir kəlmə yadıma düşdü ki, mən əvvəldə onu Nəval, Rizq o Nəval, Nəval da elə Ruzinin qardaşıdır. Amma bir onun mənasını bir axtaraq da görək ki, Nəval deyəndə nə gətirir? Bu Nəval nə olur? Nəval nə deməkdir? Rizq o Nəval. Bəxşiş, ehsan, ənam. Gel elə həman mənada gəlir. İkinci səhviyə gedək. Nuri nar eylər, dilərsə nari nur. Nuri nar eylər, dilərsə nari nur. Nur ışıq, nar od. Nuri nar eylər, ışığı od elər. İstəsə, dilərsə, istəsə, iradə edərsə, odu nur elər, ışıq elər. Sərbesər nur oldu, uçmaq içrə xod. Ehtimalə mən xod ya da xor. İndi əgər şeyə baxsaq, xor olacaqdır. Sərbesər nur oldu, uçmaq içrə xor ya xod. Onu nari nur, burada da içrə xor ehtimalə olacaqdır. Sərbesər nur oldu, uçmaq. Uçmağı da qətliyim ki, elm, düşüncə, anlayış, nur, yaxçılıq mənasına gələn Allahın özəlliklə yanına, Allahın yanı, behiş yox, behişdən fərqi var. Behiş çox maddi anlamı var. Bunda çox dediyim kimi, məsələn, cəhalətin qabağında tamud cəhalət, o şey ki, məsələn, farsda cəhənnəm deyir, ərəbdə cəhənnəm deyirlər, farsda da duzəx fikirdən deyirlər. Onun türkcəsi tamudur, dəstəri tanrı yazır, amma həman damudur, damu. Şayət dammaq sözü də oradan gəlir, damır gedir, yəni qəranlığa gedir. Uçmaq da ki, uçmağa gedir. Bu damır, damcılır gedir, adamlar bir-bir öldükcə damcılırlar. Elə bilin ki, məsələn, indi yağış yağır da, dünyada hər dəqiqədə neçə nəfər adam ölür, bunu soruşun. Mən bunu soruşum, görək ki, ən son istatistikalara baxaraq hər saniyədə neçə insan yer yüzündə ölür, fot edir, bu da fot edir, deyək, bilmirəm ki, ediri bilir ya yox. Görək ki, məsələn, hər saniyədə neçə nəfər ölür, bunu yağış kimi. Amar-ı cəhani əxirən amarlara görə dünyada hər saniyə təqribən 1,8 ta 2 insan fot edir. Hər saniyədə 2 dana damcı düşür, gedir ya da uçur. Yəni, ola bilər biri uçur, biri gedir. Məsələn, beləsi hər saniyədə. Bu rəqəm salanə 63 milyon nəfər fot edir. Amarlar həmandır. Biraz əlbəttə nəzərimə gəlir ki, az deyir, amma hər gün 170 min nəfər ölür. O damlamaq oradan gəlir. Uçmaq da aynı yenə elə bilin ki, məsələn getmisiniz quşlara dən səpirsiniz. Dəni səpəndə birdən uçurlar gedirlər. Onlar da o şeyi görə bilərsiniz. Nuri nar eylər, dilərsə nari nur, sərbesər nur oldu uçmaq, içrə xur. Ya hur, burada hurdir. Hur həm huri mənasına gələ bilər ki, İslamda o huri məsələsi var. Həm də hur biz bilirik ki, məsələn,
ərəblərdə Əl-Əhvazda heç olmasa o qəmişliklər ki, sudur, onlara hur deyirlər. Amma burada yazır ki, çox ağ və pak. Göz ağları, gözün ağları, qarəsi çox qara. Qarası qara, ağı ağ, onu. Yəni göz gözəlliyi və səfası ilə təmayüz olunan. Quranda hur cənnət əhlinə vədə olunan pak, gözəl və lətif. Bu hurini deyir. Əlbəttə bu o mənada işlətməyib burada. Uçmaq istlə hur. Bəlkə də o olar o mənidə. Hüsnü verdi hur. Hur qadın verdi xəlafət əfsərin. Əfsər tac mənisindədir. Adəmə verdi xəlafət əfsərün. Rəfət ilə ərşə irgərdi sərün. İrendirdi sərün, irgerdi. Rəfət ilə ərşə irgerdi sərün. Sər burada başdır. Məskən oldu cənnət-ül əla ana. Cənnət-ül əla həmin Allahın behişti də onu deyir. Əla ana həmsər oldu Həzrət Həvva ana. Burada həmsər iki dana məna daşıyır. Bir, həmsər həman ki farsıda işlənir ərarvat, bir o mənidə, bir də yoldaş oldu, həmsər oldu, yəni iki başlar bir gedir. Həzrət Həvva ana aqibət qıldı yenə ondan cüda, qul anundur hər nə eylərsə rəva. Deyir ki, yenə də axırda Adəmlə Həvvanı, yəni əvvəldə Adəmlə Həvvanı yaratdı bərabər. Sonra behişdən çıxanda bunları ayırtdı, ayrı saxladı. Aqibət qıldı yenə ondan cüda, qul anundur. Bəndələr Allahındır, Allah yaradıbdır. Hər nə eylərsə rəva, hər nə istərsə elər və ola bilər. Padişahdür kim vəziri yoxdurur. Allah bir padişahdır ki, onun vəziri yoxdur. Fərd-i vahiddir, nəziri yoxdurur. Bir nəfər, bir şeydir, yəni bir varlıqdır ki, bir varlıqdır. Fərd-i vahid, vahid ilə fərd ikisi də bir sözdür, amma gözəl gəlir şeirdə. Fərd-i vahiddir, nəziri tayı, yoxdur o, yoxdurur. Həzrət-i Nuhə verib ömrü diraz, dəvət-i din etdi oldə çox raz. Ehtimalən dəvət-i din etdi əvvəldə çox raz, vaz da əlbəttə vardı, elə bilirəm vaz olur. Ümməti oldu vəli qaviyət fuzul, qılmədilər dəvətinə, dəvətin 1000 yıl qəbul. 1000 il, 1000 yıl, 1000 il. Qərq tufan etdi onları Allah. Şöyle ilah da o a beləsi düşübdür. Qərq tufan etdi onları ilah. Oldu anın cümləsi axir təbah. Onların hamısı təbah. Pudr olub getmək. Şey olub getmək. Təbah. Kül olub getmək məsələn deyək. Yox oldular, yox olmaq da əslində. Bətn mahi Həzrət Yunisə cay. Dedik bunu o şeydə Həzrət Yunisi deyir ki, Həzrət Yunisi bir balığın qarnında neçə gün saxladı. Bətn mahi Həzrət Yunisə cay, oldu əmri haqlə san bir səray. San ki, fikirlə ki, düşün ki, güya ki, düşün bir səray. Səray da o şey ki, farsça kax deyilir. 40 gün etdi onda haqqa taati. 40 gün qalıb balıq naqqa qarnında. 40 gün etdi onda haqqa taati. Acaba bu ola bilər bir nəfər məsələn naqqanın qarnında 40 gün qala bilsin, ya ola bilməz? Bu bir məsələdir. Əvvələn qarnının içində, heç modun içində boş yer yoxdur. Ev içi deyil ki, orada adam qaladı olana. Heyvanların qarnının içində, adamın qarnının içində boş yer yoxdur. Bu birincisi. İkincisi, heyvanların bədənində şey olur da, o şey ki biz zəhər deyirik türkçədə, əsidlər olur. Məsələn,
əgər səhv eləmirsəm, naqqanın medəsinin əsidi bir dana 18 deyirlər nömrəsi. 18, yəni 1 sant, 2 santa yaxın qalınlıqda dəmiri medəsinə getsə əridər. Onun üçün də heyvanların, məsələn, gəmiklərin, zadların hamısını əridir də, yəni qalmır ki. بطن ماهی حضرت یونس جای oldu امر حق لسان bir saray 40 gün etdi anda haqqa taati rahat oldu cuy ya hab mehnəti. Mehnət çətinliyi o şey çəkibdi. Hazreti Əyyubə gərm و bişumar ehtimalən çirmi bişumar. Çünki zahirən Əyyubun canına qurd danır da, yəni ətləri, yaraları olur. Bu yaralardan qurd tüyü olur. Hazreti Əyyubə kirmi bişumar imtihanın verdi ol pərverdigar cıldı haqla sabr Əyyubi ayan qullərin bu yüzdən eylər imtihan. Olda zoru mehnətə sabr eylədi. Olda yəni o da. Olda zoru mehnətə sabr eylədi. Nəfs-i şumə sabr ilə cəbr eylədi. Şum, elə biz də deyək ki, filankəs şumdur. Yəni pis. Xətərli, hətta biraz da xətərli. Filankəs üzü şumdur. Bir də şumal vardı, o da yəni safdır. O da ondan, bundan gəlir. Əlbəttə şumaldır. Şum elə o da işlənir. Səbr ilə cəbr elədi. Səbr ilə cəbr, səbr dözüm, cəbr də zor. Səbri yap axır, necə zor elədi apardı. Sabir oldu çünki ol kan vəfa, kan mədən, vəfanın mədəni. Aqibət dərmanı ərgərdi xuda, ərgərdi xuda, ərgirdi ehtimalən olacaqdır. Əcir, yəni apardı, dərman apardı. Qıldı Nəmrudə həvalə bir qulun, ana təlim eylədi haqqın yolun. Gümrah oldu, gəlmədi toğru yola, toğru həman doğru yola, doğru yola. Haqq hidayət qılmasa müşkül qula. Əgər haqq, yəni Allah özü hidayət eləməsə, qula müşküldür ki, hidayət olsun. Hidayət gərəkdir Allahın tərəfindən olsun. Əmr qıldı Hazreti Rəbbülcəlil, dinə dəvət etdi Nəmrudi Xəlil. Xəlil Hazreti İbrahimdir. Dost anlamındadır. Bəndə çökdü o, Rəsuli ol, bəndə çəkdi ol, Rəsuli ol pəlid. Bəndə çəkdi, yəni qolqanadını bağladı, ipinəcə adına bağladı, zindana satdı. Bəndə çəkdi ol, Rəsuli ol pəlid. Yenə olmadı xudadan naümid. Hətta deyir ondan belə ki, onu zindanazada saldılar, Allahdan ümidin kəsmədi. Nara saldı axır ol peyğəmbəri. Axırda nara, otun içine attı Hazreti İbrahim'i. Hazret Hak oldu onun yaveri. Hazreti Hak oldu onun yaveri. Onun yani o Hazreti Halil'in. Aqibət Nəmrudi ol yazdan pak qıldı bir pəşşə hücumi ilə həlak. Deyirlər ki, bir mığmığa getdi, girdi ya bir milçək, kiçik milçək. Getdi, girdi onun burnundan, getdi beyninə, orada balaladı, yedi, neynədi hər halda. Öldü. Hazreti Musa'ya verdi bir əsa, ləşkəri Fir'unə oldu əjdaha. Ol əsa oldu kəliminə dəlil. Kəlim burada iki mənadır. Kəlim bir Musa'ya kəlim deyirlər da, danışan. Bir bu mənadadır. Bir də ol əsa oldu kəliminə dəlil. Onun kəlamına, onun sözünə dəlil oldu. Bir danışığına, bir də sözünə. İkisi bu anlamda gəlir. Ol ləinin qovmun etdi qərq nil. Ol ləin pis. Lənətlənmiş pis deməklə anlamındadır. Hazreti Davud əlində ol qəni su gibi nərm eylər idi ahəni. Hazreti Davud əlində dəmiri su kimi yumuşaq oynadardı, əzərdi. Ürsə dəstən ahənə kərval əmir. Gər ol əmir, ürsə dəstin ahənə gər ol əmir. Əgər ürsə, vursa əlin o dəmirə,
Cer'ül-Emir dest paçinde olur ahan xamir. Hazreti İsa'ya çor ol padişah, asman üstünde verdi cilvecah. Hazreti İsa'ya gör ol padişah, asman üstünde verdiği cilvecah. Getdi lütfünden Xudayı Zülcelal, getirdi. Getdi lütfünden Xudayı Zülcelal, bir gülüne verdi şül resme kemal. Serbeser dünya ne sultan eyledi. Serbeser dünya nöh sultan eyledi ihtimalen. İhtimalen dünyaya olacaqdır. Nöh niyə gəlib burada baş tapmıram. Sərbesər dünyaya sultan eylədi. Namini anın Süleyman eylədi. Anlə cin oldu mə'mur əmrinə. İnsilə cin oldu mə'mur əmrinə. Rağib oldu mar ilə mur əmrinə. Neçə dara, neçə daru, neçə cəm. Dara və daru, bunlar şeydir, padişahların adı, məşhur padişahlardır, qədim belə düşünürdülər. Neçə dara, neçə davər, neçə cəm. Gəldi getdi, dəm bu dəmdür, dəm bu dəm. Qani ol, fani ehtimalən. Fani ol şəhərlərdə, ol izz و bəxt. Qani dövlət, fani tac و fani taxt. Fanidir. Fani ol şəhridə, ol izz و bəxt. Fani dövlət, fani tac و fani taxt. Şeir burada qurtarır, girir nəsrə, deyir ki, nəsr. Hazar həmd olsun, ol Xudayı ləmyəzələ, kim əzəli azəldə, azalidə, əzəli azalidə, əvvəldə, əvvəllərin əvvəlində beləsidir çox. Hazar həmd olsun, ol, hazar yəni milyon. Hazar həmd olsun, ol Xudayı ləmyəzələ, kim əzəl azalidə, hər nə qismət eylədisə, nik و bəd sahiblərinə və əslu hər bər vasil və hər birinin muradləri hasıl oldu. Ənbiya və awliya və salatin izami ilə aləm və adəm intizam buldu. Və lekin neçə şah sahibi külah اون آلهlə xarababad aləmi mə'mur edib din ilə dünyaya şərəf verdilər. Neçələr zülm fəsad ilə aləmə kəsafət verdilər. Arif oldur kim bunlara tə'n و dəxlidən mübərra olur. Buradan bu getirir şeirə nəzmidir əlbəttə. Mən nəzmlə şeirin qoyun soruşaq görək ki, nəzm görək ki, nəzm, şeir, qəzəl bir-birləri ilə nə fərqləri var ki, biz hardan tanıyaq bir şey şeirdir, biri nəzmidir, biri qəzəldir. Nəzm əslində sözü ölçü, vəzn və qaydə ilə düzmədir. Sözü bir-birindən düzürsən. Nəsrin düz yazı müqabilidir. Nəsrin fərqi düz yazısıdır. Yəni nəsr düz yazıdır. Nəzm şeirə gətirir şeir şəklində. Yəni hər vəznli, qafiyəli söz nəzmidir. Vəzni var, qafiyəsi var, amma fəqət bu nəzmi qafiyəsi var. Amma hər nəzm şeir olmaq zorunda deyil. Şeir olmaq mənasına gəlmir. Misal, təlimi, fiqhi, əxlaqi mətnlər, nəzmi fiqh, nəzmi əqaid,
Bu tür nəzmlərdə məna əslidir. Zibai və xiyal sanəvidir. Nəzm, şəkil və teknik. Şeir. Şeir nəzmdən bir dərəcə yuxarıdır. Vəzn və qafiyənin yanında xiyal, ehsas, duyğu, təsvir, zövq və hünər var. Yəni, fəqət kəlmələri bir-birinin yanına düzüb qafiyə düzəltmir sözün axırında. Bəs onda məsələn Sədinin Gülistanı çox hamısı nəzmidir. Ya məsələn burada indi oxuyacağıq, göstərərəm orada. Əlbəttə o biz kitablarda da bunu indi biraz təşxis verdim nə olur? Onlar nəzmidirlər. Misra kimi yazılsa belə, amma məsələn hər neçə kəlmədən sonra bir kəlmənin ahəngi, qafiyə kimi ola, onu nəzm dedi. Amma o zaman ki getir xiyal. Məsələn bir sərvi. Məsələn indi türkcə deyim ki, mənim yadımda bir ərəbcə tələbə olanda yadıma gəlir bir şeir oxumuşduq. O deyir ki, qocalıqdan başı od tutub yanır. Qocalıqdan başı od tutub yanır. Yəni ki, başı tükləri ağarıbdır, oda bənzir. Bunu o cür şey. Çox gözəl. Yəni xiyaldır da. Burada xiyal onu tükləri bənzədir oda ki, başında yanır. Həm də gözəldir. Yəni şeir özü də gözəldir. Ehsas, duyğu, o təsvir beyində odu düzəltdi. Zövq və hünər də o kəlmələri bir-birinə qoymaq. Osmanlılərdə deyilir ki, hər şeir nəzmidir. Hər şeir nəzmidir. Osmanlılar bunu deyirlər. Amma hər nəzm şeir deyil. Pəs şeir özü nəzmdir, çünki kəlmələri bir-birinin dibinə düzür və qafiyəsi var. Amma nəzm şeir də qafiyəsi olmağı ilə deyil. Şeir musavidir. Nəzm, xiyal, ehsasına. Qəzəl nədir? Aha, bir dənə də şey var idi. İndi görərik. Şeirin xas bir növüdür. Qəzəl bir növ şeiridir. Ümumən aşiqanə, məşuq, eşq, məşuq, fəraq, ayrılıq, cəmal, gözəllik, bəzən ilahi eşq qonularını işlər. Belə bir qonuları işləsə ona deyirlər ki, qəzəl. Birdən eşqə görə, məşuqa görə, ayrılığa görə, gözəlliyə, cəmal, gözəlliyə görə, bəzən də ilahi eşqə görə yazsalar, buna deyirlər şeydir. Qəzəlin xüsusiyyətləri 5 ta 15 beyt olar, izafə olmaz. Uzun olsa geçər, o birisi ki deyəcəyəm, qəsidədir ona. Məsnəvi, keçər məsnəviyə. Şöyle qəsidə və məsnəvi. İndi onları da, bax, bu oldu 5 dənə. Əvvəl beyt mətlə deyərlər, son beytə məqtə deyərlər. Yəni o 5 ilə 15-in başlanğıcı beytinə mətlə, başlanğıc, sonuna da məqtə, yəni qət eləyən, qutaran, kəsici. Başlanğıc və son. Şair son beytidə təxəllüsünü söylər. Qəzəlin son beytində özünün adını söylər ki, bunu gördük bir ayrı şairi neçə gün bundan qabaq oxuduq ki, ortasında söyülürdü adın. Qafiyə nizami xassıdır. Qafiyənin bir xas nizamı var. Qəzəl şeirin aşiqanə irfani qalibidir. Müqayisə özət. Nəzm, ölçü, qaidəli söz. Hünər şəls deyil. Şeir, ehsas, xiyal, yüksəlmiş nəzmidir. Qəzəl, şeirin məxsus klasik qalibidir. İndi məsnəvi ilə də qəsidə. Sonra nohə də var, filan da var. Bunlar da şeydir. Fərqləri o 3 dana ilə nələrdir? Görək ki, bunların məsnəvi ilə qəsidə. Bu da klasik ədəbiyyatın əsl məsələlərindəndir. Məsnəvi ilə qəsidənin fərqini 3 dana əsl nöqtə ilə açıqlayım. Qafiyə nizami, nəzmi, yəni ən mühüm fərq, in yazıbdır. Məsnəvi. Hər beyt özünə qafiyəli olar. Qabaqdakılara baxmaz, dalışına bax. Hər beytin özünə qafiyəsi ola bilər. Məsələn, hər nə mənə demək olar da. İkisi də əvvəli ilə 2 misrə, hər beyt özü 2 misrədir da.
o əvvəlki misranın, ikinci misranın axiri səsləri bir ola bilər, ya hətta kəlmələr də bir ola bilər. Məsələn, burada misal verib ki, A ola bilər, hər beytin axirində A ola bilər, D ola bilər, B ola bilər, hər nə mənə. Bu səbəblə çox uzun mətnlər yazmaq mümkündür. Hər məsnəvidə hər beytin özünün qafiyəsi olduğu üçün çox uzun mətnlər yazmaq olar. Qıssa, qıssə, dastan, yəni hekayət, tarix, irfan, fəlsəfə rahat anlatılar məsnəvidə. Məsnəvi uzun, nəfəs, azad qafiyə. Uzun, nəfəsli, azad qafiyəli. Qafiyən azad. Qəsidə. Bütün beytlər ilk qafiyədədir. İlk qafiyə nə olsa deyir onunla gedəcəkdir. Məsələn, bu səbəblə qafiyə məhduddur qəsidədə. Uzunluq fikrini qorumaq çətin. Uzunluq fikrini qorumaq çətin. Yəni uzun saxlamağı çox çətindir, çünki qafiyəni gərək saxlaya. Qəsidə yek qafiyə möhkəm nəzm. Bir dənə qafiyəsi vardı əvvəldən axirə, qalanı da nəzmdir. Mövzu və məqsəd, məsnəvi. Məsnəvidə nə mənələr var? Qıssə, hekayət, irfan, təlim, əxlaq, tarix, fiqh və hikmət. Bunlar hamısı məsnəvidə yer ala bilir. Misal üçün, Mövlananın məsnəvi mənəvisi, Yusuf-u Züleyxa, Leyli-i Məcnun, məsnəvi. Anlatma və təlim. Qəsidə nədir? Mədah. Əslində deyərlər, mədhi şahlara deyərlər. Fərqi buradadır. Mərsiyə, hikmət və nəsihət. Bunlar qəsidədirlər. Qəsidə sitayiş ya rəsmi suxən. Rəsmi danışmaqdır. Uslub və hal, məsnəvi. Məsnəvi rəvan, sadətər, mükaliməli, danışıq üzərə. Dastançı, öğrətçi, təlimçi, öyrətçi, öyrətici, örcədən. Məsnəvi rivayətçi üslub vardır, hikayə halında. Qəsidə ağır, rəsmi, fəxim, bəlağətli, sənətli. Qəsidə cəlal və fəsahət, cəlal, şükuhu filan var, fəsahət içindədir. Tamam. Bunlar bizi görər, buradan bildik. Tamam, burada bir nəzmə geçir. İndi nəzmin fərqini görək, sonra da bəlkə qəzələ geçərik. Verirsən hər işin qolay, güc olursa sənə, güc olursa nə, hər işin qolay. Burada ray və qolay. Bu şeydir, təhcə, əssalamu aleyküm, aleyküm salam. Burada ray və qolay qafiyədir. Nəzmidə bu gəlir. Qalanı azaddır, sözləri bir-birinin dibinə düzür gedir da. Yolarə yoxsa səndə məhəbbət, bularə yoxsa həman. Bularə yoxsa səndə məhəbbət, xətadır ki, saqın qılmə ədavət. Qılmə ədavət yəni ədavət eləmə. Eləmək sözü, eləməmə, bunlar müsbət ya mənfisi, elə o qılma. Bu şeydir, hətta namaz qılıram deməkdə da, yəni bir iş görməkdir. Məhəbbətdir qərəz, bəzmi səfadən, şərabi şoqi çək, cami bəqadən, götür saqi bana, bir cami gətür saqi bana, bir cami gürrənc, yetir qaldıq fəna bəzmində diltənc. Şayət yetər qaldıq fəna bəzmində diltənc, gərərsə dəstimə gər cami badə, verim göclümü abə cani badə. Burada kəlməni siliblər, bəllidir. Rəngi də qırmızıya, bu qərə rəngin içində, cöhərincə qırmızı da varmış, siləndə biraz da qırmızı olubdur. Verim göclümü abu cani badə. Ki yəni badeyi cami məhəbbət, nəsib olə edim bari ilə söhbət. Bari burada Allahdır. Bari ilə söhbət, bar ilə söhbət. Verə gər nişa çün camilahi. Ehtimalən bu qələt oxudum, çünki məni vermədi. Verə gər nişa çün camilahi, müdəvvər camidər dəm mehrü mahi. Verə gərənşə gər nişadır yəni.
verə cər nişa. Nişa Türkçədə, farsçada da işlənir. Məsələn, Gülzadəyə nişa vururlar ha. Yerdən çıxmaq. Mənşə, niş vurmaq. Verə cər nişa çün camilahi müdəvvər camedər dəm mehru mahi. Şayət də müdəvvər camedərdüm mehru mahi. Beləsi. Yəni mən elərdim. Əgər Allah bu gücü verseydi, verə cərnişə üçün camilahi, müdəvvər camedərdüm mehru mahi. O şevq ilə turub ey mərd hoşbaz, turub durmaq, durub tığla, dəstəli tığla yazılır. Tığla da bir-birinə çevrilir. O şevq ilə turub ey mərd şəhbaz, rəsulun vəsfinə eydüm sərağaz. Buradan bu başda nətə geçir. Vəli eşkimin hər kim edər nuş. Vəli eşkin, vəli ağa, sahib, böyük. Vəli eşkin min hər eşkimin, vəli eşkimin hər kim edər nuş, olur dərya misali gərçə purcuş. Əgər çərxə çıqarsa mövc dərya. Əgər çərxə çıqarsa, çərx burada iki mənada var. Bir fırlanmaq ki, çərx anlamındadır. Bir də çərxi fələk deyirlər də, yəni yer kürəsində qalxsa göyə. Əgər çərxə çıqarsa mövc dərya, tola əmvac ilə ərşi müəlla. Tola dola, əmvac ilə ərşi müəlla. Hətta Allahın göyünə də gedə bilər yəni. İrəşməz daməni şər'ə rəsulə. Bir dərya ki, o cürdür moca qalxa gedə ora. İrəşməz daməni şər'i rəsulə. Bu söz mənkuş olə səm'ı qəbulə. Mənkuş nəqş olmaqdır. Amma burada mənkuş qulağa bağlamaqdır. Qulağa sırğı olsun. Bu söz mənkuş ola səm'i qəbulə. Səm'i də eşitmaqdır da. Qəbulun Cəlib bunu nə cür məni eləyəcəm? Yəni Türkçədə bunu məni eləmək olar, farsçaya çevirmək olmur. Bu söz mənkuş olə, səm'i qəbulə. O qəbul elədiyiniz qulağınıza, o qulaq ki qəbul elədicidir, yəni ürəkdə ya beyninizdə, onun qulağına şey taxın. Bu sırğa olsun. Anın vəssafi oldu. Anın vəssafi oldu. Çünki Allah vəssaf yəni çox təvsif eləyən, çox nəət eləyən, çox onu yekəldən, onun sifətlərini sayan. Anın vəssafi oldu. Çünki Allah necə vəsfinə qadir mərd cümrah. Allah ki bunu vəsf olubdur, özü çox vəsf edibdir. Necə eləyə bilər bir adam ki, mənə tay bir adam cümrah özün deyir şair. Əgər 1000 il zəbani olə güya, əgər 1000 il zəbani olə güya, nə dənlü həm suxəndan olə dana, hər cürrədə söz bilə və şey ola, olur bir muyinin vəsfində qasir. Həzrəti Məhəmmədin bir saçının, bir telinin olur bir muyinin vəsfində qasir. Gözü çatmaz onu təkrar. Nə dənlü mərd şair ola mahir. Hər nə cür ki o mahir olur olsun. Davam edir, bunu gedək biraz o birisindən nəsrə yetişək. Nəsr düz yazı. Hamımız düz yazı yazırıq. Hər yerdə məqalə yazırıq, ruznamə oxuruq, kitab. Onlar düz yazı, nəsrdir. Nəsr. Bu məqəddəmat və məqalat şirindən zuhur edən məani-i qəribə və lətaifi əcibədən əqsay murad oldur kim. Əqsa bilirsiniz, yəni uzaqlar. Məsələn, oturmuşuq gün batır, ya gün çıxır, baxır ora. O gün çıxan yeri, o gün batan yeri baxır, ora əqsadır. Məscid-i Əqsa da o cürdür, yəni orada bir şeydir. Görək burada nə deyir? Bu müqəddəmat və məqalat şirindən zuhur edən məani-i qəribə və lətaifi əcibədən
Əqsay murad oldur ki, muradımız nədir? İstəyimiz nədir? Murad istək. Şəhri İstanbulidə, İstanbul, şəhri İstanbul, İstanbul yazmayıbdır. Şəhri İstanbulidə Ali Paşa Camiində məsciddir. Bir dənə Ali Paşa məscidi. Ali Paşa Camiində mədfun olan vəlinin əvail halindən həmin vəfat şəriflərinədək hər nədənlü kəramati kim onlardan zahirə gəlmişdir, onların tamamını təhrir qıldım. Bu kitabdan mənzur nədir? O insan şərifi ki, dərvişi xaki dedi adına, o xaki dərvişin, dədə dərviş əlbəttə, dədə dərvişin əhvalatı ki, məscid-i cami nə mənədir? İstanbulda Ali Paşa məscidində mədfundu olan vəlinin əvail halindən, onun əvvəllərindən ta vəfatına qədər hər nə bu adamdan kəramat görsənibdir, yaxşı işlər görünübdür, onları istir yaza. Onların tamamı təhrir qıldım, yazdım. Məhəlli təqrirdə Xuda müyəssər edərsə, təfsil üzərə əyan və bəyan ola. İnşallah Teala. İmdi ol salik rahi şریعت واقفی اسرار حقیقت و شاهباز آشیان طریقت و مظهر هدایت و صاحب ولایت و پیر ارباب ذوق و شمعی جمعی ارباب شوق اعنی یعنی mənim muradım deyirəm, mənim qəsdim kimdir? اکسیر کراماتون جوهر پاکی غبار پایی layık دیده uşaq olan غبار payı ayağından qopan o tozlar layık دیده uşaq olan gözlərinə çəksin aşiqlər, onun aşiqləri. Həzrət Xaki, adı kimdir? Həzrət Xaki haqqında Həzrət Paşa Həzrətlərinin برادری mümin bin nam emir nərrə şir və şiru ol delir mərikə ki mərikəgiri xudavənd şəmşir و təbərra subat vücud idən dini dövlət Osmaniyyədə sədaqəti ilə xidmət edib kərrat ilə bu zarlıqları hasıl qılmış. Bu zadlıqları zadlıqları hətta bəradər demirlər də biradər deyirlər. Biradəri mümin beyk. Adı mümin bəydir. Adı da budur, Əmir Nərrəşir. Və ol delir mərikəgir.